Borçalı sözü ilə Qurtlar Vadisi sözü arasında sizə nə əlaqə ola bilər? Əslində Borçalı sözü elə Qurtlar Vadisi deməkdir. Yəni börü çalası. Qurtların çalası, qurtların vadisi bir növ. Və əslində bir Qıpçaq tayfası olub bu. Böyük ehtimalla Avrasiya çöllərində yaşayıblar və Qıpçaq konfederasiyasının bir hissəsi olublar. Bəziləri onları Qərbi Hunlara qədər aparır. Zamanla Qafqaza yerləşiblər və yerləşdikdən sonra da təbii ki, regiona öz adlarını veriblər. Təbii ki, bu iddialardan biridir. Amma tarixdə möhtəşəm general olan Sultan Baybarsın əslində Borçalı tayfasından olduğu düşünülür. Bunu mənə çox sevimli müəllim də söyləmişdi. Düzü çox güclü mənbələr yoxdur əlimizdə, amma düşünülür ki, Sultan Baybars əslində Qıpçaqların Borçalı qolundan idi. Yəni Borçalılar özlərini qurd adlandıran Qıpçaq tayfalarından biri idi ki, özünüz də bilirsiniz ki, qədim dövrdən bəri hətta Orxon Yenisiy abidələrində belə bir şey güclü ifadə eləmək, müdrik və güclü, zəki ifadə eləmək üçün ona qurd deyərlər, börü tək deyərlər. Orxon Yenisiy abidəsində məsəl üçün atasının savaş haqqında danışan Bilgə xan deyir ki, atam börü tək, yəni qurd kimi düşməni vurdu, keçdi, əzdi, dağıtdı. Yəni bir növ börü əslində gücün və zəkanın simvoludur. Ona görə də Borçalı sözündən Qurtlar Vadisi sözü kökdən gəlir.